Uşaqlar, bizdə sualda verilib ki, kompleks ədədləri bərabər olarsa, x və y ədədlərinin kvadratları cəmini tapın. Yəni, z1 z2-yə bərabərdir. 4 plus x, y, i bərabərdir x plus y plus 3i. Uşaqlar, yadınızdan çıxartmayın ki, 2 dənə kompleks ədədimiz var. A üzərinə gəlsin bi, digərdə olsun z1 z2. A1 üstə gəlsin b1 i olsun. Və həqiqi hissələr bir-birinə bərabərdir. Xəyali hissələr bir-birinə bərabərdir. Buradan həmin qayda ilə baxsanız, baxın, 4 nəyə bərabər olacaq? X plus y-ə və x, y nəyə bərabər olacaq? 3-ə. X, y bərabərdir 3-ə. Düzdürmü? Yəni, biz belə bir sistem tənliyi alırıq. X plus y bərabərdir 4-ə, x, y bərabərdir 3-ə. Kvadratları cəmini, yəni x kvadrat plus y kvadrat. Baxın, bunu soruşur bizdən. Müxtəsər vurma düsturunu bilmək lazımdır. Açılışı necədir bunun? X plus y-in kvadratı minus 2xy. Və buna nəzərən, bizdə x plus y var. Yəni, 4-ün kvadratı çıxılsın 2 vurulsun. Bizdə x, y də var 3. Yəni, 16 çıx 6 cavab olacaq 10. Yəni, C bəndi.